Salam, hörmətli izləyicilərimiz. Hövsan qəsəbədə, Cənub İnşaatın yanında, bax, belə bir evimiz çıxıb satışa. Evimizin həyətinin qabağında da həyəti var, bax, belə. Yəni, varata qoysa, maşın həyətə girer. Sadəcə ev sahibinin avtomobili olmadığına görə varata qoymur. Və arxasında da yerimiz var. Buradan da çəkib sizə göstərirəm. Baxın. Kifayət qədər. Buradan böyründən belə yeri var. Gedirik. Burada ağaclar var. Bağ eləyiblər. Evimizin deməli, arxasında ama belə bir bağı da var. Qəşəng bağı da var. Ağacları da var. Qəşəng. Burada da su havuzları. Keçən indi mənzilimizin, həyət evimizin içini sizə çəkib göstərək inşallah. Ya Allah. Evimiz kürsülüdür, pləkanıdır. Səliqəli evdir. Ya Allah. Deməli evimizin girişidir. Ayaqolu hamam girişdədir. Səliqəli ayaq yolsu var. Bax, belə bir koridordur. Evimizin qonaq otağıdır. Kuxuna da qonaq otağındadır. Studiyo kuxunadır. Bax, burada belə bir yataq otağı var. Cüt daşdır. Pəncərələr də arxa bağa baxır. Atapliyeni də var. Burada da bir dənə belə bir otaq var. Qəşəng səliqəli otaqdır. Təmirlidir. Burada da belə bir yataq otağı var. Yataq otağı var. Bax, ümumi çəkim baxın. Deməli, qoşa divardır ortada. Burada zal, 3 dənə də otaq. Əlavə bir dənə də belə bir otaq var burada. Yəni, mətbəxi bura keçirtmək olar və yaxud da əlavə otaq kimi saxlamaq olar. Evimiz ümumilikdə 5 otaqdır. Geniş koridoru var. Geniş evidir. Yeri də əladır. Yola da yaxındır. Alana da satana da Allah xeyir versin.